Kəpəzlə bağlı vəziyyət ortadadır. Komandada gözləmə mövqeyindədir. Rəhbərlik bilmirəm nəyi gözləyirlər. Hələ də əcnəbi və yerli məşqçilərlə paralel danışıqlar gedir. Bir neçə əcnəbi məşqçi ilə danışıqlar aktiv fazadadır. Amma hələ qərar verməkdə komanda rəhbərliyi daha doğrusu gecikir. Artıq mövsümün 6 tur arxada qalıb. Rəqiblərlə xal fərqi böyüyür. Yeni gələcək baş məşqçinin tələbləri var. Komandanın formalaşdırması var. Düşünürəm ki, zaman itirir. Kəpəz komandası çox ciddi zaman itirir. Bu komanda haqqında vəziyyət ortadadır. Heç də ürək açan deyil. Təəssüf ki, böyük bir futbol şəhərinin komandası acınacaqlı vəziyyətdə ortalıqda qalıb. Artıq bir neçə gün əvvəl Gəncə şəhər stadionunun açılışı oldu. Kəpəz komandası tezliklə tərpənməlidir, qərarlar verməlidir. Komanda bu gedişlə 1-ci liqaya yuvarlana bilər. Biz növbəti mövsüm o cür yeni qurulan, yeni tikilən Gəncə şəhər kimi stadionu Premyer Liqada görməyə bilərik. Yəni, bugün Premyer Liqada ciddi infrastruktur problemi var, stadion problemi var. Biz sevinirik ki, Kəpəz komandasının stadionu bərpa olur, qurulur və Kəpəz ev oyunlarını orada keçirə bilər azarkeşlərin önündə, amma Kəpəz komandasının rəhbərliyinin, cavabdeh olan şəxslərin bu cür qeyri-ciddi yanaşması Kəpəz azarkeşlərinin, futbol ictimaiyyətinin bu arzusunu, bu istəyini ürəyində qoya bilər. O baxımdan düşünürəm ki, tələsmək lazımdır, tezliklə qərar vermək lazımdır, komandanı bu düşdüyü durumdan çıxartmaq lazımdır.